Mən Mahal Abayeva artıq 12 ildir ki, marketinq sahəsində 10 mindən çox insana təlim keçmişəm və bunların arasında təxmini bir 50-60% sahibkarlar olub. Düşünürəm ki, bütün sahibkarlar marketinq sahəsini öyrənməlidirlər. Niyə? Çünki onlara nə lazımdır? Müştəri. İlin sonunda, ayın sonunda gəlirləri çoxalsın və müştəriləri çoxalsın. Marketinq də tam da elə bunu öyrədir. Bugünkü təlim necə? Uğurlu keçdi? Feedback ala bildinizmi? Bəli, çox xoş oldu. Gözəl sahibkarlarla tanış olduq və düşünürəm ki, onların da həyatında hər hansı bir töhfə yarada bildim. Biz qanun mühasibatlıq olaraq şirkətlərə maliyyə mühasibatlıq xidmətləri göstəririk. Artıq 15 ildir bizim bu sahədə fəaliyyətimiz var və 5 ildir ki də qanun mühasibatlıq olaraq şirkətlərə A-dan Z-yə maliyyə mühasibatlıq, audit, kadr, hüquq bu qəbildən olan digər xidmətləri göstəririk. Bizim 100-ün üzərində müştərimiz var, hər sahədə fəaliyyət göstərən müştərilərimiz var. Çalışmışıq ki, faydalı olaq, onların əlavə vergi ödənməsində köməklik eləyək ki, əlavə vergilər ödəməsinlər, əlavə vergi yükləri ilə yüklənməsinlər. İşinizi bizə verin ki, rahat şəkildə siz öz işinizlə məşğul olasınız. Mühasibatlığınıza başınıza qatmayasınız. Buna da çox şükür ki, nail ola bilirik. Bugünkü təlim necə də qiymətləndirirsiniz? Hansı töhfəni verə bildi iştirakçılara? Bizim ümumiyyətlə Abdullazadə Agensiya ilə əməkdaşlığımız var. Belə ki, bizim bütün həm marketinq, həm də sosial media ilə bağlı bütün işlərimizi Abdullazadə Agensiya görür. Çox məmnunuq. Sahibkarlar üçün çox gözəl bir təlim oldu deyə bilərik. Bizim üçün də ev sahibliyi eləmək çox xoş oldu. Seminarın keçirilməsində əsas məqsəd sahibkarlara müasir marketinqin biznes fəaliyyətindəki strateji əhəmiyyəti vurğulamaq idi. Görüş zamanı sosial mediada düzgün mövqeləndirmənin və brend təqdimatının ümumi biznes imicinə təsiri barədə istiqamətləndirici məlumatlar təqdim olundu. Bu seminar sahibkarlara fəaliyyətlərini daha sistemli şəkildə idarə etmək üçün geniş baxış bucağı və praktik yanaşma formalaşdırmağa xidmət edirdi.